Salam, hörmətli abituriyentlər. Hülakülər dövləti haqqında danışırıq. Bu dövlət 99 il mövcud olmuşdur və mərkəzi Azərbaycan şəhərləri olduğuna görə biz Azərbaycan tarixində bu dövlətə yer vermişik. Hülakülər dövlətində kimlərdən danışacağıq? Hülakü xandan birinci danışacağıq. Hülakü xan Hülakülər dövlətinin əsasını qoyur. 1258-1265-ci illərdə hakimiyyətdə olur. Ümumilikdə Hülakülər dövlətinin ərazisi bütün Azərbaycan ərazilərini əhatə etməklə yanaşı digər bölgələri də əhatə edirdi, İranın böyük bir hissəsini. Bu Hülakülərin, yəni Elxanilərin yaylağı Qarabağ idi, qışlağı Muğan idi, Aran idi və Hülakü xanın dövründə bu dövlət çox qüdrətli bir dövlət idi. Amma buna baxmayaraq Qızıl Ordu ilə tez-tez çarpışırdılar. Qızıl Ordu ilə Hülakülər arasında məsələ, yəni mübarizə nə üçün idi? Çünki Qızıl Ordu xanları deyirdilər ki, Hülakü 5-ci Monqol dövlətini yaradıb. Amma babamız Çingiz xan dövləti 4 ulusa bölüb oğlanları arasında. Cuci, Tuli, Ogeday və Çağatay. Bu 4 arasında. Hülakü 5-ci dövləti qanunsuz yaradıb və onun tutduğu Azərbaycan bizə düşür deyə Qızıl Ordu tez-tez Hülakülər üzərinə hücumlar eləyirdi. Hülakü hökmdarlarından ən çox haqqında bəhs edəcəyimiz şəxs Qazan xan olacaq. Qazan xanı hələlik saxlayaq, onun islahatları haqqında biz danışacağıq. Qazan xandan sonra Olcaytı Xudabəndə gəlir hakimiyyətə. O da Qazan xan kimi güclü hökmdar olur. Dövləti necə lazımdırsa elə idarə edir. Yəni hər hansı bir kənar müdaxilələrdən dövləti müdafiə eləyir, dövlətin iqtisadi inkişafı artır və s. və ilaxır. Qazan xanın xəttini davam etdirir. Öləndə də oğlu Əbu Səidi tapşırır Əmir Çobana ki, oğlumdan müğayət ol. Əmir Çoban da, yəni çobanilər neynirlər? Əbu Səidin adından başlayırlar dövləti idarə etməyə, Əbu Səidin uşaq olmasından istifadə edərək və bir müddət bunu bacarırlar. Əbu Səidin hakimiyyəti 1316-1335-ci illəri əhatə edir və Əbu Səidin dövründə nə baş verir? Dövlət faktiki olaraq çobanilər tərəfindən idarə olunurdu. Ölkəyə Qızıl Ordu hücumları olur. Məsələn, 1318-ci ildə Qızıl Ordu qoşunu gəlir, amma Əmir Çoban onlara geri oturdur. Əbu Səid özü 1319-cu ildə Naxçıvan və Sultaniyədə baş verən qiyamları yatırdıqdan sonra özü getdiyini sübut edir və Bahadır ləqəbini alır. Başa düşür ki, mən uşaq idim, mənim adımdan bu çobanilər dövləti idarə edirdilər. Və 1328-ci ildə Əbu Səid Əmir Çoban və onun oğlanlarını edam etdirir. Amma 1335-ci ildə deməli Əbu Səid ölür. Əbu Səid ölür, onun ölümündən sonra yenə çobanilər başlayırlar dövləti idarə eləməyə. Yəni zəli kimi yapışıblar, belə deyək. 1338-dən 1357-yə qədər çobani zülmüdür. Azərbaycanda cəmaət boğaza yığılır. 1357-də Qızıl Ordu xanına məktub yazırlar ki, bizi xilas elə və Qızıl Ordu xanı Canı bəy 1357-ci ildə yürüş eləyib ümumiyyətlə Hülakülər dövlətinə son qoyur. Əvvəldə mən dedim ki, Qazan xan haqqında danışacağıq. Qazan xanın əsas fəaliyyəti islahatlardır. Hansı islahatları həyata keçirib? Gəlin bunlara baxaq. Qazan xan torpaq islahatı həyata keçirib. İslahatın əsasını Monqol qoşununda xidmət eləyənlərə iqta torpaqlarının verilməsi təşkil edirdi. Yalnız hərbi qulluq göstərənlər iqta ala bilərdi. Torpaqla yanaşı həmin ərazilərdəki kənd, suvarma şəbəkələri iqtidarın ixtiyarına keçirdi. İqta torpaqları satılıb alına, bağışlana kiməsə verilə bilməzdi. Çünki dövlətə xidmət müqabilində verilib bu torpaqlar. İqtalar iqtidarın ölümündən sonra onun hərbi işini davam etdirən xələfinə, davamçısına və ya başqa hərbiçiyə verilirdi. Bir də Qazan xanın 1303-cü ildə fərmanı var ki, bu fərmanla kəndlilər öz yaşayış yerlərinə təhkim edilirlər. İlk dəfə Azərbaycanda təhkimçiliyi görürük. Qazan xanın vergi islahatı bu kəskin mübarizə şəraitində keçmişdir. Vergilərin növü, miqdarı, toplam üsulu, qaydası haqqında məlumatlar dəqiq qayda qanun yaradılır və xalq bu haqda məlumatlandırılır. Qeyri-qanuni vergilərin toplanması qadağan edilir, vergi yığılması mərkəzi divana həvalə olunur
və vilayət hakimlərinin bu işə qarışması qadağan edilir. Ki, burada rüşvət və sair və ilaxır kimi hallar olmasın. Vergilərin toplanması 3 il müddətinə icarəyə verilir. Yəni, tutaq ki, sən bir feodalsan, vergi toplanmasını sənə həvalə edirəm. Bu kənddən 5000 vergi toplanmalıdır. Sən 5000-i mənə verirsən, gedirsən, üstünə 1000 də qoyursan, kənddən 6000 yığırsan. Beləliklə, mən həm vergini vaxtında almış oluram, həm də sən əlavə qazanc əldə etmiş olursan. Vergi toplanması müxtəlif şəxslərə icarəyə verilirdi. Yəni, vergi toplamaq hüququ 3 il müddətinə. Məhkəmə islahatı tam həyata keçirilmədi, yarımçıq qaldı. Əsas diqqət qazı vəzifəsinə, yəni məhkəmə hakimi vəzifəsinə layiqli olan din xadimlərinin təyin olunmasına, məhkəmələrdəki qanunsuzluqlara son qoyulmasına, alqı-satqı işlərində qayda-qanun yaradılmasına yönəlmişdi. Sizdən bir şey istəyəcəm. Əsas diqqət etməli olduğunuz şey nədir? Kəskin mübarizə şəraitində keçmişdir desə, deyəcəksiniz vergi islahatıdır. Yarımçıq həyata keçmişdir, tam həyata keçməmişdir. Deyəcəksiniz məhkəmədir. Bir də uşaqlar ən çox burada çaşırlar. Alqı-satqı işlərində qayda-qanun yaradılması deyəndə uşaqlar bunu ticarətə götürürlər. Bu ticarət deyil, bu məhkəmədir. Burada alqı-satqı deyəndə ev alqı-satqısı, torpaq, mülk alqı-satqısı nəzərdə tutulur ki, necə ki, indi müasir dövrdə bunu asan xidmətdə, notariusda eləyirlər, o dövrdə də məhkəmənin nəzarəti ilə həyata keçirilirdi. 30 ili keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirir, şəhər, mahal, kənd qazılarının səlahiyyətləri dəqiqləşdirilir, qazı bir daha deyim ki, məhkəmə sədridir. Məhkəmə sədri vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə qəbz alınması qaydası tətbiq edilir. Bir də Qazanxanın dini islahatı var. Qazanxan yerli, oturaq, Azərbaycanlı feodalları və müsəlman din xadimlərini öz tərəfinə çəkmək məqsədi ilə İslam dinini qəbul edir, rəsmi dövlət dini elan edir və Mahmud adını götürür. Onun dini islahatından sonra qopçur vergisi tədricən aradan qalxır. Və rabitə islahatı. Rabitə islahatı isə 2 il ərzində həyata keçirilən islahat idi. Ölkədə vahid rabitə yaradılır. Hər 3 fərsəxdən bir, yəni 20-21 kilometrdən bir yam rabitə dayanacağı tikilir. Yam, 21 kilometrdən sonra yam, 21 kilometrdən sonra yam. Burada yəni poçtalyonlar, məktubu gətirənlər burada istirahət edirdi, atını dəyişirdi və yoluna davam edirdi. İstirahət edirdi, atını dəyişirdi və yoluna davam edirdi. Operativliyi təmin etmək məqsədi ilə. Elçilərin və yam işçilərinin əhalinin evində qalması, onlardan vəsait alması qadağan olunur. Yollarda karvansaralar tikilir. Ticarət islahatına əsasən vahid pul sistemi yaradıldı, ölçü çəki vahidləri sabitləşdirildi. Ticarət yolları və bazarlarda gömrük haqqının toplanması, onun azaldılması, karvan yollarının və ticarət mərkəzlərinin qorunması üçün tədbirlər görüldü. Bu da Qazanxanın islahatları idi ki, biz bu haqda danışdıq. Dərs haqqında ümumi bir mənzərə yaratmağa çalışdıq sizdə. İndi isə vəsaitimizdən mövzunu daha ətraflı şəkildə öyrənməyə çalışın. Hər birinizə uğurlar arzulayıram.